Salam gözəl və baxımlı xanımlar, xoş gördük hər birinizi mənim YouTube kanalımda. Mənim adım Süreyya Farsəlayevdir. Burada mövzu kosmetika, makyaj, qulluq, baxım, saç, bədən, gözəllik və ümumiyyətlə qadınlara aid olan bir çox şey. Əgər maraqlıdırsa, təklif edirəm ki, səhifəmə abunə olun, bu videoya like qoyun, zəng düyməsinə də klikləyin ki, hər bir yeni videodan xəbərdar olasınız. Həmçinin bu videoya şərhlərinizi yazmağı da unutmayın. Bugün mən belə rəngli geyinmişəm və rəngli makyaj eləmişəm. Yaz əhval-ruhiyyəsi var. İstəyirəm sizə də müsbət enerji, müsbət aura ötürüm. Bağlamanı açacağıq. Görək içində nələr var. İçərisində çoxdan arzuladığım, çoxdan məndə olmasını istədiyim kosmetikalar var. Hansı ki, onlar mənə maraqlıdır və mən onları test eləmək istəyirdim. Bir söz deyim, mən yenə mikrofonsuzam. Həll eləyəcəm ən qısa zamanda. Arxa fonda quşlar oxuyur. Düşünürəm ki, bunun bizə bir ziyanı yoxdur. Bunu gedib mən gətirmişəm. İnşallah içərisində heç bir şeyi qırmamışam. Yeri gəlmişkən siz məni Telegram kanal vasitəsilə də izləyə bilərsiniz. Orada da kosmetikalarla bağlı paylaşımlar edirəm. Həmçinin özüm oluram orada daha çox. Orada daha sərbəstəm. Göstərməyə çalışıram, amma elə eləməliyəm ki, qırılmasın. İçərisində hədiyyə gördüm. Bunu yoldaşım sifariş eləmişdim. Baxaq görək yoldaşım mənə nə alıbdır. Ay. Mən bu kremi işlətmişəm deyəsən. Çox bəyənirəm. Çox sevindim, çox xoş oldu. Lancome'un nəmləndirici kremidir. Düşünürəm ki, bütün dəri tipləri üçün uyğun olan kremidir. Hal-hazırda baxa bilmirəm, dəqiq məlumat verə bilmirəm. Çünki üzərinə fransızca yazılıb. Mən bunu təcrübə nəymiş? Tərcümə eləyib, sonra sizə deyərəm. Amma bəli, yanılmıramsa, fərəmərsə bütün dəri tipləri üçündür. Əla nəmləndirici kremdir və dəriyə dəhşət tez hopur. Oradan vurursan, oradan hopur dəriyə. Qəşəng qoxusu var idi. Əgər həmin kremdirsə, yenə də deyirəm, fransız dilində yazılıb da ola bilər ki, səhv salıram. Yox, o da elə, odur. Yes! Hədiyyəmiz qalsın orada arxada. İndi isə gələk mənim öz sifarişlərimə. Görək bunların içərisində nələr var. Birinci, bu nə açıldı? Açılıb, ev yoxdur. Pupanın BB kremini sifariş vermişəm. Mən bu kremin dalınca o qədər düşmüşəm ki, yadıma gəlir 2-3 il bundan öncə getmişdim bu kremi almağa. Mən mağazaya gedəndə maraqlı gəlirdi mənə. Hər dəfə bunu test edirdim və birinci baxırdım ki, görüm üzümdə necə oturacaq. Mən sevirəm BB krem istifadə eləməyi. Təkcə yayda deyil, ilin bütün fəsillərində sevirəm. Çünki mənə lazımdır ki, örtücü olmasın, dəri tonunu bərabərləşdirsin. Baxanda bilinməsin ki, üzümdə tonal krem var və mən üzümdə tonal kremin olduğunu hiss eləməyim. Yəni bunu yoxlamışdım və mənə uyğun gəlirdi. Amma mən hər dəfə mağazaya gedib bu kremi almaq istəyəndə orada satış təmsilçisi məni yönləndirirdi başqa bir lüks markaların tonal kremlərinə. Təsəvvür edirsiniz ki, yox, yaxşı deyil, bunlar yaxşıdır, gəl bunu al, bu elədir, bu belədir. Yəni başa düşmürdük ki, istədiyim, yəni budur da, mən bunu almaq istəyirəm. Mən də hər dəfə əsəbləşib mağazadan çıxırdım və artıq sonra bu kremi almamağa başladım. Çünki məndə həmişə tonal kremlər olur və düşünürəm ki, onsuz da var da, yəni eyb yoxda almasam da olar. Ora gedəndə hər dəfə mənim, bir də bilirlər ki, mən dil bilmirəm. Yəni mən İsraildə yaşayıram, ibrit dilini bilmirəm. Və aldatmağa çalışırdılar ki, gəlin sənə başqa kremlər tövsiyə edək, onlar daha yaxşıdır, hamısı da bahalı şeylər. Yəni mən ümumiyyətlə satış təmsilçilərini sevmirəm, üzr istəyirəm bu sözümə görə, heç kimin vəzifəsinə, peşəsinə dair pis söz demək istəmirəm. Elə satış təmsilçiləri də var, onlardan xoşum gəlir, amma onlar azdır. İstər Azərbaycanda olsun, istər İsraildə olsun, onlar insanlara düzgün köməklik eləmir. Məncə bu dələduzluqdur. Yəni sırf öz ciblərini düşünürlər. Məncə işinin öhdəsindən gələn hər bir insanın ruzisi olur. Yəni sən insanlara əgər yaxşı xidmət etsən, müştərilərə, onlar yenidən sənə yaxınlaşacaq və sənin satışların artacaq. Amma sən onlara lazım olmayan, əldə qalan, getməyən şeyləri tövsiyə edirsən, onlar alır və gedirlər, başa düşürlər ki, bu kosmetikalar onlara lazım deyil. Amma hansı ki, satış təmsilçiləri var ki, onlar həqiqətən də müştərinin nə istədiyini dinləyir və onun istəyinə uyğun kosmetikalar tövsiyə edirsə, onları satırsa və ikinci dəfə həmin müştəri mağazaya gedəndə yenə gözü həmin o satış təmsilçisini axtarır. Bəli, burada da var. Bir nəfər satış təmsilçisi var ki, hansı ki, xoşum gəlir ondan və onun tövsiyələrinə qulaq asıram. Tövsiyələrinə qulaq asanda da peşman olmamışam. Mənə satdığı bütün kosmetikalardan razı qalmışam. Digərlərinə isə ümumiyyətlə söz haqqı tanımıram. Ya onlayn sifariş verirəm və ya onları sadəcə olaraq kənarlaşdırıram. Ümumiyyətlə mən çox belə hallara yaşamışam satış təmsilçiləri ilə bağlı. Onlar mənə çox lazımsız şeylər satıblar. Azərbaycanda yadıma gəlir olub ki, bir dəfə getmişəm nəmləndirici krem almağa, dəfələrlə altından xətt çəkib
çəkərək deyirəm ki, mənə quru dərilər üçün nəmləndirici krem verin. Nəsə verdi, hə, orada 2 dənə qız var idi, başıma Allahdılar, mənə danışdırdılar falan filan. İndi evə gəlmişəm, axşam dərimi nəmləndirirəm, eləyirəm. Kremi qabından çıxardıram və üzümə vururam. Hiss edirəm ki, nəsə uyğun gəlmir. Sonra üzərinə oxuyuram, oraya yazılıb ki, yağlı və qarışıq dəri tipləri üçün təsəvvür edirsiniz. Mən onu açdığım üçün artıq qaytara da bilmədim. Nəysə, yəni əsəb keçirdirəm belə olanda. Bəs satış təmsilçiləri nə üçün lazımdır onda ümumiyyətlə? Ya əgər buradan məni izləyən satış təmsilçiləri varsa, ya normal xidmət göstərin, ya da o işi tərk edin. Yəni insanlara bilmirəm, onlardan istifadə eləmək, onlara lazımsız şeyləri satmaq bu sadəcə dələduzluqdur. Mənə görə şəxsən belədir. Nəysə, çox danışdım. Sizi çox gözlətmək istəmirəm. Gəlin Pupa'nın bu çoxdan arzusunda olduğum BB kreminə baxaq. Tərkibində 20% SPF faktoru var. Primer Plus BB kremdir. Məndəki 001 nömrəsidir. Bir də var 002, o daha açıqdır. Yəni bu BB kremlər universal olur. Belə deyək də, dəri tonunuza uyğunlaşırsınız onları tətbiq elədikcə, o sizin öz dəri tonunuza uyğunlaşır. Çox tünd xanımlar üçün 002 nömrəsi var. Açıq dərilər üçün isə 001 nude rəngi mövcuddur. Professional BB Cream Plus Primer yazılıbdır. Dedim ki, bütün dəri tipləri üçün uyğundur, dedim, yox demədim. Yəni, bütün dəri tipləri üçün uyğundur. Yadıma gəlir, içərisində həcmi də 50 millidir, yəni tez qutarmır. 50 millidə həcmi var, normalda tonal kremlərin içərisində nə qədər olur? 30 milli, burada isə həcm 50 millidir. Bilmirəm, uzun illərdir istifadə eləməmişəm. Dediyim ki, mən onun mağazada testlərini istifadə edirdim və bəyənirdim. Almaq istəyəndə artıq hekayəni bilirsiniz. Nəysə, indi yəni uzun müddət istifadə eləməmişəm və mənə maraqlıdır ki, necə olacaq. Gəlin, təklif edirəm ki, bunu bir yerdə yoxlayaq. Ümumiyyətlə, bunu və aldığım digər şeyləri, əgər sizə maraqlıdırsa, şərh bölməsində yazın. Yazın ki, Süreyya, yeni aldığın kosmetikalarından makyaj ilə video çək, biz də baxaq görək necədir. Bax belə. Bura bir ədəd belə bir probnik qoyublar. Bunu mağaza özü qoyubdu. Ötən dəfədən mən nəsə sifariş eləyəndə məhz elə həmin bu parfümün probnikini qoymuşdular. Bu parfüm haqqında da fikirlərimi deyim. Mən artıq bunun yəni probnikini istifadə eləmişəm. Ümumiyyətlə Paco Rabanne'ın Invictus adlanır bu parfüm. Bir də bu kubok formatında olan parfümlarını bəyənirəm. Qara qablaşmada olanlarını bəyənmirəm. Kişi üçün parfümlardan söhbət gedir bu arada. Onlar tünd olur. Tünd vanil, tünd şirin və çox ağır qoxular olur. Yadıma gəlir, mənim yoldaşımda var idi və o istifadə edə bilmirdi. Amma bunlar bir tık daha yüngül olur. Bu yeni çıxan versiyasıdır, səhv eləmirəmsə. Ümumiyyətlə, yaxşıdır. Mən bunu oğlumun paltarlarının üzərinə vururam. Qəşəng qoxu gəlir. Belə qalsın, istifadə edirəm. Yəni oğlum üçün, özüm üçün yox. Sonra gəlin biz pudradan başlayaq. Mən Miluka brendinə məxsus, firmasına, markasına, brendinə, ümumiyyətlə nə deyirsinizsə, necə deyirsinizsə, Miluka, mən brend deyəcəm, brendinin pudrasını almışam. Bu pudra Ultra Cover pudradır, yəni örtücü tonal kremdir, örtücü pudradır. Heyvanlar üzərində test olunmur. 10 qram həcmi var, məncə böyükdür. Mənə bizdən kiçik bir şey gələcək. İstəsəz bunu da belə açıb yoxlaya bilərik sizinlə növbəti videolarda. Təkrar edirəm, əgər bu kosmetikalarla bağlı video istəyirsinizsə, mənə şəhərlərdə yazın ki, mən bunu bilim və bu kosmetikalarla makyaj videosu çəkək. Və videonun sonunda bütün bunlara nə qədər pul xərclədiyimi də deyəcəyəm. Miluka brendi İsrail brendidir. Olub bir-iki məhsullarını yoxlamışam, test eləmişəm, pis deyil. Və mənə burada belə ürəklər var, bilmirəm videodan görünür yoxsa yox. Mənə belə bu format təsir elədi, belə ürəklər var idi, sözün düzünü nə bilim. Şirin göründü gözümə, ona görə də pudra sifariş vermək istədim. Nəysə, yoxlayarıq, baxarıq. İnşallah ki, mənə düşər. Açmıram. Dediyim kimi, əgər istəsəz, videoların birində açıb yoxlayarıq sizinlə. Amma bilirəm ki, içərisində buxovkası var. Nə deyirlər ona? Maçalka? Nə deyirlər ona? Parça. Siz başa düşdünüz də, yəni o pudra vurmaq üçün həmin o əşyadan var və güzgüsü var. Güzgü və buxovkası olmayan bir pudra daha. Bu pudra essenslərdir. Mən niyə bu pudranı almışam, həqiqətən də bilmirəm. Niyə 2 dənə pudra sifariş vermişəm, doğrudan da bilmirəm. Amma bunun qiyməti çox ucuzdur. Azərbaycan pulu ilə qiyməti hardasa 7 manat eləyir. Essensdəndir. Essensi yəqin ki, hamı tanıyır. Ən çox da tuşları məşhurdur. Mən isə essensi ən çox pudraları ilə sevdim. Mən də nə qədər essensin pudrasından istifadə eləmişəmsə, onlar məndə 2 dənə olub ya da 3 dənə olub.
Mən onları bəyənmişəm. Bu isə bu dəfə isə istifadə etmədiyim pudra götürmək istədim. Brightening Up Banana Powder. Neysə. Angliski. Nömrə 20 Banana adlanır. Bu göz ətrafına istifadə üçün nəzərdə tutulubdur. Baking effekti verir. Yəni videolardan, Instagramdan, TikTokdan əgər filtrsiz çəkirsinizsə videolarınızı, yəni məhz onun üçündür. Göz ətrafını aydın göstərir, parlaq göstərir və s. Mən də yoxlamamışam, yoxlayacağam. Görüm necədir. Çox ümid bəsləmirəm, amma inşallah xoşuma gələr. İstəyərdim ki, xoşuma gəlsin sözün düzü. Və bu da heyvanlar üzərində test olunmur. Bilmirəm, yəni arxasında görürəm və deyirəm, ola bilər bəlkə də hansıdır üçünsə bu önəmlidir. Növbəti məhsul mənə çox maraqlıdır. Bu da Essence-dəndir. Gəlin elə birinci Essence-dən davam edək. Ən axırda isə bu nakleykalar adamı bezdirir. Ən axırda isə mənə lap maraqlı olan bir şeyi saxlamışam. Onu göstərəcəm. Özümə də maraqlıdır və biraz həyəcanlıyam. Mən Essence-in dodaq qələmini sifariş vermişəm, amma bu nakleykalar estetik görünmür. Mən nakleykalardan azad olmağa çalışıram. Bəli. Aha, Lancome neydi? Estağfurullah. Lancome fikrim qalıbdı oradakı Lancome'da görürsünüz. Mən Essence-in dodaq qələmini sifariş vermişəm. İnşallah istədiyim bir rəngdədir. Nömrəsi 01. Essence-in 01 də deyil, 0001. Yox, 01'dir, bu başqa şeydir. Cinnamon Spice adlanır. Cinnamon Spice'dır. Cinnamon Spice. Mənim ingilis dili ilə bilirsiniz də problemlərim var, ona görə də üzürlü say. Neysə, bu qələm də belə mat formadadır. Qablaşması düşünürəm ki, yəqin karandaşın özü də, qələmin özü də mat formadadır. Belədir, gəlin bunun rənginə baxaq. İsti tonlarda da, mən daha çox soyuq tonlarda da. Əslində isti tonlarda da bəyənirəm, amma istəyərdim ki, soyuq tonlarda da qələmim olsun. Neysə, Essence-in qələmləri ilə tanışam. Mən yadıma gəlir, onlardan istifadə elədiyim vaxtlarda onları bəyənirdim. Ona görə də heç şübhə etmədən bir dənə də götürdüm. Amma o vaxt hansı qələmdən istifadə eləmişəm, nömrəsi neçə olub bilmirəm. Yadıma gəlir ki, avtomatik idi. Əgər ötən videonu izləmişsinizsə, siz bilirsiniz ki, mən qələm yonmasından zəhləm gedir. Mən belə avtomatik qələmləri xoşlayıram. Özümdən qələm yonan götürmürəm. Bunu çantaya atırsan. Əgər qələm yonanın yoxdursa, pis olmursan, çünki buradan vurduqca özü gəlir. Düzdür, bunlar daha tez bitir, amma mənim üçün problem yoxdur. Qiyməti ümumiyyətlə qəpik quruşdur. Növbəti istifadə nə idi? Sifariş verdiyim kosmetika pudra nə olub mənə? Maskaradır, amma nakleykalarından azad olub, sonra davam eləmək istəyirəm. Mən bunu təmizləyənə qədər siz mənə deyin görün makyajım necə alınıb bugün. Mən belə makyajı ciddi almıram, yəni makyajdan çölə çıxmıram. Sadəcə olaraq belə dedim, yaz əhval-ruhiyyəsi bəxş edeyim. Bugün evdən çölə çıxmayacağam. Video üçün belə bir makyaj eləmişəm. Yəni belə makyajdan evdən çölə çıxmağı özümə məsləhət görmürəm. Bəlkə oğlumu bağçadan gətirməyə getdim. Yəqin ki, o vaxta qədər makyajı yuyacağam. Saçlarım da belə, onları təbii halında saxlamışam. Çox bir şey etmədim. İndi baxdım, dilxor oldum. Mən Essence-dən tuş sifariş vermişdim, amma mən onu qəhvəyi rəngdə sifariş vermişdim. İndi baxıram ki, bura yazılıb ki, nömrəsi 01 Ultra Black. Yəni qara. Mən isə düşünmüşdüm ki, qəhvəyi olacaq. Neysə. Amma məncə bu onların səhvidir. Çünki mən dəqiq bilirəm ki, mən qəhvəyi rəngdə bir şeylər seçmişdim. Dəqiq bilirəm, çünki bir neçə dəfə yoxlamışdım. Eybi yoxdur. Yoxlayarıq. Amma biraz həvəsdən düşdüm sözün düzü. Essence-in Lash Without Limits adlı maskarasıdır. Uzunluq vəd eləyir, həmçinin həcm vəd eləyir bizə. 13 millidir, bilmirəm heyvanlar üzərində test olunur yoxsa yox. Yəni, çünki burasında nakleyka var, bilmirəm. Ümumiyyətlə, Essence deyəsən heyvanlar üzərində test olunmur, hə? Elə ona görə də ucuzdur. Amma məhsulları yaxşı olur. Nəysə. Bilmirəm, yoxlayaq yoxsa yox. Biraz həvəsimi itirdim, amma ümid edirəm ki, yaxşı olacaqdır. Mənim heç qəhvəyi rəngli tuşum yoxdur axı. Nə vaxt olacaq? İndi oturub bunu ağlayacağım. Ey, heyfsləndim. Nəysə. Həvəsimizi itirmirik, davam edirik. Çox həvəslə gözləyirdim o qəhvəyi rəngli tuşu. Niyə belə oldu? Nə bilim, valla. Nəysə, bunu amma çox böyük həvəslə gözləmişdim. Artıq həvəsimi bununla əvəz edərəm. Bu isə tır deyirəm mən buna. Tir Koreya brendidir.
Yadınıza gəlirsə, çox məşhur qırmızı kuşon formatlı tonal kremləri var idi və insanlar onu hamı TikTokda, Instagramda reklam edirdi ki, super örtücüdür, əladır, wow, super falan filan. Mən də istəyirəm kuşon formatında tonal krem olsun. Mən ümumiyyətlə bütün bu nə bilməyim, qablaşmanı falan filan estetikanı çox sevirəm və kuşon formatı da mənə estetik görünür. Ona görə istədim ki, kuşon formatında bir tonal kremim olsun. Amma mən qırmızı rəngini sifariş vermədim. Mən gümüşü qablaşmada olan variantını sifariş verdim. Gümüşü qablaşmada olan variantı örtücü deyil, glow skin effekti verir, yəni parlaq dəri effektini verir və həmçinin qalıcılığı da yüksək deyil. Qırmızını sifariş vermək istədim, amma sonra fikirləşdim ki, yox, Süreyya, sən super örtücü tonal krem istəmirsən. Bir də ki, mən onun haqqında rəyləri oxuyanda quru dərilər onu çox da bəyənmirdilər. Deyirdilər ki, bu daha çox yağlı və qarışıq dəri tipləri üçün nəzərdə tutulubdur. Quru dəridə özünü çox da yaxşı aparmır və s. Amma bunu istifadə edən quru dərili xanımlar isə bundan razı qalmışdılar. Yəni bu tonallar haqqında şəhərləri oxuyanda. Mən də düşündüm ki, quru dəriliyəmsə risk etmək istəmirəm. Həm də mən super örtücü tonal kremləri çox da xoşlamıram. Yox, yəni tələb eləmirəm. Yəni örtücü olmaya da bilər. Bu mənim üçün yəni öndə gələn bir məsələ deyil. Elə insanlar var ki, onlar tonal kremdən ancaq örtücülük gözləyirlər. Bu normaldır. Elə insan var, onlar istəyirlər ki, tonal kremləri mat olsun və ya parlaq olsun. Mən şəxsən tonal kremdən nə istəyirəm? Mən tonal kremdən istəyirəm ki, üzümdə görünməsin ki, tonal krem var və eyni zamanda mən onu üzümdə hiss də eləməyim ki, mənim üzümdə tonal krem var. Mən də tonal kremdən belə bir gözləntilərə sahibəm. Nəysə, gəlin bu qablaşmanı da açaq. Mən 21W, W desəm warm deməkdir, yəni isti tonlardadır. Natural ivory rəngini sifariş vermişəm. Tır, bilmirəm necə adlanır bu brend. Dermatoloji cəhətdən test olunubdur və s. ilaxır. Nəysə, burada bütün bu işlər açaq. Natural ivory, 21W Natural ivory məndəki nömrəsi. Mən də son zamanlarda dənizə gedirəm. Uşaqlar çox sevir dənizi. Mən də sevirəm sözündüzü. Yəni deməyim odur ki, günəşlənirəm. Mən də bunları ivory açıq rənglərdə sifariş vermişəm hamısını. Heç bilmirəm yayda mənə necə olacaq. Uzaqbaşı bronzerlə məsələni həll edərik. Qablaşmanı açdıqdan sonra 12 ay müddəti var və içərisində cəmi 18 qramdır. Əgər ki, sizə ekonomik bir şeylər lazımdırsa, bu sizə sərf eləməyəcək. Çünki bunun içində normal tonal kremdən daha azdır. 18 qram, bu da haradasa eləyir 17 milli falan filan. Yəni 17 milli də çox azdır. Gündəlik istifadə eləsən bir aya qurtaracaq. Qiymətə gəlincə isə qiymət münasib deyil qızlar. Belə bir qablaşması var. Mən elə bilirəm daha kiçikdir. Yumurta fason. Yumurta yazdı. Gəlin açaq. Güzgüsü var, amma güzgüsü niyə belədir bilmirəm. Çox haqqası düşdü yerə bircə saniyə. Belə açılır. Yəqin ki, mən açım deyiləm. İndi bunu niyə açım ki? Yoxsa açım. Gəlin açım. Açdıq. Dəhşətli dərəcədə yoxlamaq istəyirəm. Tonal krem iyi gəlir. Yəni, çox iyili deyil. Yəni, hiss olunmur. Sadəcə olaraq mənim burnum biraz həssasdır. Amma hə, demək olar ki, iyisizdir. Yəni, iyi narahat eləməyəcək. Məni bir dənə narahat elədi. Bu güzgü niyə belədir? Görəsən bu qoruyucu plyonkası var, yoxsa yox? Yazılıb ki, Koreya brendidir, amma Almaniyada istehsal olunubdur. Münhen, Germany yazılıbdır. Və başqa nə yazılıbdır? Burada hətta istifadə tarixi də yazılıb ki, qapağı açdıqdan 12 ay müddətinə qədər istifadə eləməlisən, amma tonal kremin özünün ümumi istifadə müddəti, yəni qapağı açmasan belə 12-si 1-ci ay 2028-ci ilə dəkdir. Yəni tez qurtaracaq. Burada cəmi neçə milli? 15 milli falan filan tonal krem var. Yəni mən sizə söz vermişdim ki, axı mən bütün bunlara nə qədər pul xərcləmişəm, onları deyəcəm. Azərbaycan manatı ilə təxminən bütün bunlara 150 AZN sərf eləmişəm. Deməli, burada 2 dənə tonal krem var. Biri BB, biri də kuşon formatında. 2 ədəd pudra var və 1 ədəd maskara və 1 ədəd də kuşon formatlı tonal kremin qiyməti hardasa 60-70 manat civarındadır. Həcm isə qeyd elədim ki, normal tonal kremin yarısı qədərdir. Yəni burada hardasa 15-17 milli tonal krem var. Bu tuş hardasa neçə manat elədi?
7-8 manat bu tuşun qiymətidir. 3-4 manat qələmin qiymətidir. 20-22 manat bu pudranın qiymətidir. Yenə də neçə manat? 7 manat da bu pudranın qiymətidir. Və BB kremin qiyməti isə əvvəllər daha ucuz idi, indi bahalaşıbdır. 50 manat idi, amma deyəsən saytda indirim var idi, 40 manata düşmüşdü. Bilmirəm, bu da yenə 40-50 manat civarındadır. Videoya like qoyun, şərhlərinizi təkrar edirəm, yazın ki, əgər bu məhsullarla makyaj videosu istəyirsinizsə. Həmçinin kanala abunə olun, zəng düyməsinə klik edin ki, yeni video çıxanda xəbərdar olasınız. Və başqa nə xahiş edə bilərəm sizdən? Telegram kanalıma abunə olun, həmçinin sonra vəssalam. Mən isə sizi öpürəm, qucaqlayıram. Sağ olun, salamat qalın.